Salam dostlar, sabahınız xeyir. Qoyunların səhər yemini tökmüşəm. Qoyunları Gədəbəy arasında saxlayıram. Əvvəlki videolarda bu barədə məlumat vermişəm. Qoyunlardan 9 başı, balalı, quzulu qoyunlardır. Bir qoz, 2 boğaz, bir də çox güman ki qısır qoyundur. Qoyunlara yem olaraq kəpəklə arpa yemini qarışdırıb verirəm səhər axşam olmaqla. Yəni ondan başqa daim qabaqlarında olan duzdaşdı, bir də mineral duz koymuşam. Mineral duzu da demək olar ki azaldıblar, təzəsini alasıyam. Qoyunları əsas demək olar ki yarım qapalı şəraitdə saxlayıram. Çünki Gədəbəydə havalar qarlı, soyuq keçir. Hal-hazırda da axşam hündür dağlara qar yağır. Belə qoyunlar yemini bitirəndən sonra quzuları buraxacağım əmsinlər deyə. Quzular da yenə gündə 2 dəfə səhər axşam yeyirəm. Bu qoçdur. Boğaz olan qoyunlar tövlə biraz qapalı, kiçik olduğuna görə qoyunlar həmişəndə yer darlıq eləməsin deyə yem yeyəndən sonra onlar tövlədən çıxarıram. Həmişə tövlədə əmişdirirdim qoyunları. Bu dəfə tövlənin qapısını açıb qoyunlar həyətə qaçdılar. O da videoda da yəqin ki görürsünüz. Uzaq da hündür dağların başına gecə qar yağıb. Düz əvvəldən də ora qar yağmışdı. Müəyyən hissələrdə qalıb. Quzey ərazilərdə. Ot da Gədəbəy ərazisinə biçilən otdur. Bu otlar daha yumuşaqdır. Demək olar ki itkiyə getmir. Qoyunlar hamısını yeyirlər. Hava çox soyuqdur. Tövləni təmizləyib qoyunları tövləyə salmaq istəyirəm, ot qoyub. Ot biraz atmışdım, yedilər. Biraz da əlavə eləyəcəm. Tövləni də təmizlədim. Hazırda indi birazdan qoy. İçəridə qapını açıq qoymuşam, pəncərədə açıqdır. İçəri havalansın. Ot əlavə eləyəcəm. 10 baş quzudur. Yəni qoyunlardan biri Romanovun dönməsi var. O əkiz balalayıb, qalan hamısı tək balalayıb. Onlara da videoda gördüğünüz kimi arpa yemini buğda qırmasına qarışdırıb verirəm. Gündə 2 dəfə. Bu da quzuların tövlənin içində yer kəsmişəm. Ora saldım. Sularını dəyişdim. Şimdi axırlarına ot da qoyacağım. Bu da mineral duzla duzdaşdı. Yəni daim qabaqlarında olur, yalamalar üçün. Quzuların altına saman tökdüm. Otlarını qoydum. Şimdi bırakacağım gəlsinlər.
Qoyunlar həyətə düşdülər, otlayırlar. Xırda sulu qar yağır. Qar güclənsə dolduracam tövləyə. Və biraz hələ hərrəsinlər. Qoyunların su qabına da su əlavə edirəm. Gələndə içsinlər.